Sosial şəbəkələrdə bir video paylaşılmışdı. Bəs portağal alan şəxs göstərir ki, portağalın üzərində rəng var. Sanki rəngi çıxır. Əlini belə sürtür portağala, sonra kağıza sürtür, görür ki, rəng çıxır. İrandan gətirilən mallardır. İrandan gətirilən portağalların üzəri rənglənirmi? Biz bunu elə bazarda araşdırmağa qərar verdik. Bax, bu İran portağalının kağızını qaldıranda, kağızın altında bu rəng görünür. Bir də bax, baxanda görürsünüz, bu rəng var burada. İrandan idxal edilən portağallar bazarda geniş yayılıb. Meyvənin sağlamlıq üçün təhlükəsizliyi, keyfiyyəti, hansı nəzarət mexanizmlərindən keçməsi kimi suallar istehlakçıları düşündürür. İran görmüşəm, Misirdən gələn görmüşəm ki, əsasən o meyvələr rənginədir, elə o rəngi adamın əlində qalır. Əlin tərliyəndə, yaş olanda yox, tərliyəndə tərə tez yapışır o. Portağal da o rəngi çıxır adamın əlindən. Apelsin, manda, o yekələr də dadsız olur, həm də bərk olur. Qabığı qalın olur. Bütün meyvələr hamısı yeni dəyişilmiş meyvələrdir. Damcı yolu ilə dərmanla yetişdirirlər. Onlar çox burada da bahadır. Dadı da yoxdur, dərman dadı verir. Sosial şəbəkələrdə yayılan videolarda İrandan gətirilən portağalların üzərinin rənglə örtürüldüyü iddia edilir. Bu məsələdə həqiqət payı nə qədər ola bilər? Portağalın üst qatında hər hansı bir rəngləndiricidən və ya konservasiya edici maddədən istifadə oluna bilər. Arı mumu adı altında olan qatqı maddəsindən istifadə oluna bilər. Əgər portağalı götürdükdə nisbətən ağırlıq hissi verirsə, o cür portağallar seçilməli. Kəskin kimyəvi qoxu verən meyvələr seçilməməli. Üst hissəsi parlaq şəkildə olan portağalları seçilməməlidir. Alıcılar seçim edərkən diqqətli olmalıdırlar. Portağalın xarici görünüşü, çəkisi və qoxusu onun keyfiyyəti haqqında ilkin məlumat verə bilər. Satlaqlar, qopuqlar, deformasiya halları mövcuddursa, nazik şəkildə üst qabıq hissəsi də soyula bilər. Saxlama şəraitinə, yəni soyuducu mühitdə və yaxud rəflərdə soyuq şəraitdə, gün altında günəşlə birbaşa təmasda deyil. Bu şəkildə saxlamasına diqqət yetirmək lazımdır. Məişətdə də bu məhsullar alındıqdan sonra ev şəraitində isti ərazidə deyil, soyuducu temperatur altında, yəni 0 və müsbət 4 dərəcə Selsius temperatur aralığında saxlanmalıdır. Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, sosial şəbəkələrdə yayılan məlumatlar köhnədir və həmin məhsul partiyaları ilə bağlı tədbirlər görülüb. Belə iddialar var. Qida Təhlükəsizliyi Agentliyi də məsələni diqqətdə saxlayır. Bu birincisi köhnə videodur. Narahat olmağa əsas yoxdur. Və digər məsələ də ondan ibarətdir ki, meyvə tərəvəzdə inandığımız yerlərdən alaq, yerli məhsullara üstünlük versək daha yaxşı olar.